hörmətli atalar, analar, qonaqlar və dəyərli forum iştirakçıları. Bugün dəyərli zamanınızı ayırıb bizimlə olduğunuz üçün hər birinizə səmimi minnətdarlığımı bildirirəm. Bu forumun əsas məqsədi biz valideynlərin uşaqların həyatında daha anlayışlı, daha dəstəkləyici onları müşahidə etməyimizə dəstək olmaqdır. İstəyirik ki, təhsilə və tərbiyə olan yanaşmamızda daha pozitiv, daha fərqli baxışlar formalaşsın və bu baxışlar gündəlik həyatımıza daxil olsun. Bağçam Uşaq Bağçaları şəbəkəsi artıq 15 ildir fəaliyyət göstərir və biz bu gücə söykənərək yol alırıq. Bu yanaşmayla çalışdığımız illər ərzində məqsədimiz sadəcə təlim vermək deyil, kompleks və sağlam inkişaf mühiti yaratmaq olub. Artıq bu 15 ilin bəhrəsi olaraq bağçamdan məzun olmuş 12-15 şagirdimiz, uşağımız, belə deyək, tələbə adını daşıyır və biz onları böyük fəxr hissi ilə izləyirik. Onların bir qismi hazırda xarici ölkələrdə təhsil alır. Bu isə bizim üçün təkcə peşəkarlıq deyil, şəxsi bir qürur mənbəyidir. Bugün Bağçam təkcə bir uşaq bağçası deyil, artıq genişlənmiş bir təhsil və inkişaf şəbəkəsi kimi fəaliyyət göstərir. Və bugün buradadır ki, Bağçam səfiri də bizimlə birlikdədir. Onları da xüsusi olaraq salamlayır və dəyərli dəstəklərinə görə təşəkkür edirəm. Eyni zamanda bu forumda bizimlə həmfikir olan və bu sayədə bizimlə yanaşı addımlayan My Garden, Brave Kids, Mandarin və Barama uşaq bağçalarının və Diamond Psixoloji Mərkəzinin iştirak etməsi bizi son dərəcə sevindirir. Mən hər zaman inanıram ki, bizim amalımız birdir. Uşaqlar üçün faydalı olmaq, onları sevgi, şəfqət ruhunda, anlayış ruhunda böyütməkdir. Gələcəyin Azərbaycan vətəndaşını formalaşdırmaq üçün birgə addımlamalıyıq. Əl-ələ, çiyin-çiyinə. Çünki mən hər zaman inanıram ki, güc birlikdədir. Bir daha hepinize teşekkür ederim. Sənaye inqilabları həmişə təhsildə öndə olub. Sənaye inqilabları olub, sonra təhsil ona uyğunlaşmağa başlayıb. Və reallığa biz baxdığımız zaman, mən təqdimatımda da ona toxunacağım, biz görəcək ki, həmişə dəyişikliklərin arxasında gedir təhsil. İndi sual ondadır ki, 5-ci sənaye inqilabı da dəyişiklik edəcək, olacaq, sonra təhsil ona uyğunlaşacaq. Yoxsa biz təhsil elə formalaşdırmalıyıq ki, o sənaye inqilabını biz yarada bilək. Baxın, indiki təhsil sistemi bizim dalımızda, sənaye inqilabının dalımıza gələcək. Ona görə siz özünüz ayıq olmalısınız. Tam mən uşağı verim, təhsil sistemin ümidinə o ki, aparacaq bizi, bu biraz risklidir. Gəlin uşaqlarımızı ya işi bilənləri tapaq, onlara verək, onlara aparsınlar uşaqları gələcəyə. Ya da özümüz biraz ayıq olaq, bu dediklərimi nəzərə alaq. Və sevinirəm ki, Azərbaycanda o insanlar var və o təhsil müəssisələrini yaratmağa cəhd edirlər və özünüz də araşdırsanız görəcəksiniz. Məndən bu qədər vaxt çox getdi. Evet, geçmişe de gitsek, geleceğe de gitsek arkadaşlar, bugün de olsa değişmeyen, hiçbir zaman değişmeyecek şeyler var. Sevgi ihtiyacımız hiçbir zaman değişmeyecek. Teknoloji zirvelere de çıksa, ana ihtiyacı değişmeyecek, baba ihtiyacı değişmeyecek, şefkat ihtiyacı değişmeyecek, eşler arasındaki sevgi ihtiyacı değişmeyecek, saygı değişmeyecek, vicdan ihtiyacı değişmeyecek, adalet ihtiyacı değişmeyecek, hakkaniyet ihtiyacı değişmeyecek, dürüstlük ihtiyacı değişmeyecek, değil mi?